Salam dəyərli müəllimlər. Mən bu gün sizə 7-ci sinifin 10-cu mövzusu olan maşın və mexanizmlər mövzusunu izah edəcəm. Gəlin görək, əvvəlcə maşın nədir, daha sonra keçək mexanizmlərə. Maşın, ümumiyyətlə maşının insan həyatında rolu, yəni maşınlar insan əməyini yüngülləşdirmək məqsədilə yaradılmış texnologiyalardır. Hansı ki, inteqrasiya edin 5-ci sinifdə biz keçmişdik ilk mövzumuzda ki, insan əməyini yüngülləşdirən texnologiyalar hansıları idi? Deməli, hansı ki maşınlar var idi. Kənd təsərrüfatı istifadə olunan maşınlar, yeni sənayesində istifadə olunan maşınlar, qaz plitələri, paltar yuyan maşın və s. bu kimi maşınlar insan əməyini yüngülləşdirmək üçün istifadə olunan bir texnologiyadır. Maşın özü tərifini desək ancaq enerji, material və məlumatı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən texniki qurğudur. Deməli, maşınlar özü 3 qrupa bölünür. Ancaq iş maşınları və yaxud da texnoloji maşınlar desə, bunlar 4 qrupa bölünür. Maşınlar özü 3 qrupa bölünürdü. İş maşınları və texnoloji maşınlar, energetik maşınlar və məlumat maşınları və qurğuları. Ancaq iş maşınları və ya texnoloji maşınlar 4 qrupa bölünürdü. Texnoloji maşınlar, nəqliyyat, nəql edici və məişət maşınları. Texnoloji maşınlar, torna dəzgahı, burğu dəzgahı, laqonda, ştamplama dəzgahı bunlara aiddir. Nəqliyyat maşınları, nəqliyyatda istifadə olunan gəmilərdir, qatar, sərnişin avtobuslar, avtomobilləri, avtobuslar, təyyarələr və s. bunlar, metro, bunlara aiddir. Nəql edici maşınlar, liftdir, daha sonra yük qaldırıcı kranlardır, transport yollardır. Transport yox, yük qaldırıcı kranlar ağırlıq qaldırmaq üçündür. Transport yox, yükün yerini dəyişmək üçün qurğudur. Yəni onlar ki, hardasa düşər qarşınıza, çıxar, bu kitabda yoxdur. Daha sonra məişət maşınları. Məişət maşınları da məişətdə istifadə etdiyimiz maşınlardır. Bunlar asandır. Tostoran, paltar yuyan, qab yuyan, ət çəkən, ola bilər mikserdə düşə bilər, şirə çəkəndə düşə bilər. Daha sonra kondisioner, sərinləşdirici, tikiş maşını və s. bunlar da məişət maşınlarına aiddir. Daha sonra energetik maşınlarına, enerji ilə işləyən maşınlar da energetik maşınlara aiddir. Bunlar da daxil yanma mühərrikidir, reaktiv mühərrikdir, elektrik enerjisi generatorudur və s. bunlar aiddir. Məlumat maşınları müasir dövrümüzdə ən çox istifadə olunan televizor, radio, daha sonra video qeydiyyatçısı qurğusu, kompüter, notebook və bunlar aiddir. İş maşınları neyindir? İş maşınları materialları dəyişir, yüklərin yerini dəyişir, insanları daşıyır. İş maşınları hansılar oldu? Texnoloji, nəqliyyat, nəql edici və məişət maşınlarıdır. Ancaq energetik maşınları, hansı ki biz daxil yanma mühərriki idi, elektrik enerjisi generatoru idi, reaktiv mühərriki idi. Bunlar da bir növ enerjini digərinə çevirən maşınlardır. Məsələn, ütü özü məişət maşınlarıdır, məişət maşınlarına aiddir. Deməli, əgər desək ki, bizə ütü olur məişət maşınları. Ancaq belə düşünəndə ütü elektrik enerjisini istiliyə çevirən bir qurğudur. Energetik maşında bax belədir. Energetik maşında nədir? Məsələn, benzin mühərriki olan bir deməli mişarı, yəni benzin mühərrikli mişarı benzin vasitəsilə deməli benzin vasitəsilə işləyir, ancaq benzin orada yanaraq, mühərriki işə salaraq ağacları kəsmə qabiliyyəti, yəni benzin mühərrikini mexaniki bir enerjiyə çevirir. Məlumat maşınları da bir növ məlumatı digərinə çevirir. Daha sonra və eyni zamanda da
məlumat toplamaqdır, emal etməkdir, saxlamaqdır, istifadə etmək üçün bunlar üçün nəzərdə tutulmuşdur. İş maşınları özü 4 əsas hissədən ibarətdir. İş maşınları. Bunlar da hansılardır? Mühərrikdir. Yəni əsas hissədən danışırıq. Mühərrikdir, ötürücü mexanizmlərdir, işçi orqanlardır, bir də idarə etmə mexanizmləridir. Deməli, iş maşınları 4 əsas hissədən ibarətdir. Ötürücü, mühərrik, işçi orqan və idarə etmə mexanizmindən ibarətdir. İndi isə keçirik mexanizmə. Mexanizm nədir bəs? Mexanizm maşının, cihazın, aparatın işə salan daxili qurğusudur. Yəni, məsələn, tostoran işləyir, nəyin vasitəsilə işləyir? Mühərrik vasitəsilə işləyir. Deməli, mexanizm daxili qurğusu nədir? Mühərrikidir. Burğu, baxın, burada yazılır. Burğu və torna dəzgahında idarə etmə orqan patrondur. Ancaq burğu qoşulmadıqda şpindeldir. Baxın, burğu dedik hara qoşulur? Patrona. Burğu patrona qoşulursa, burğunu deməli patron idarə edir də. Yox, əgər burğu yoxdursa, onda patron da şpindel idarə edir. Deməli, burada şpindel idarə etmə orqandır. Yayma dəzgahlarında vallardır. İdarə etmə orqan vallardır. Yəni, əsas işi vallar görür. Torna dəzgahında, deməli, işçi orqan. Torna dəzgahında işçi orqan isə kəsicisi olan patron qoyulmuş şpindeldir. İndi isə keçirik mühərrikə. Görək mühərrik nədir? Mühərrik hər hansı bir enerjini mexaniki işə çevirən qurğudur. İstənilən bir enerji növünü mexaniki enerjiyə çevirir. Yəni, elektrik enerjisini də mexaniki enerjiyə çevirir. Biz mikseri necə istifadə edirik? Elektrikə qoşuruq, ancaq biz onu elektrik kimi istifadə etmirik. Mexaniki bir enerji kimi istifadə edirik. Yəni, mexanikiyə çevirir. Elektrik enerjisini mexaniki enerjiyə çevirir. Daha sonra qayış ötürməsi var. Ötürücü mexanizm ümumiyyətlə mexanizm nədir? Ötürücü mexanizmlər hansılardır? Qayış ötürməsidir, dişli ötürmədir, zəncir ötürməsidir, vintli ötürmədir, bir də dişli tamasalı ötürmədir. O ötürücü də hərəkətə gətirən, deməli, ötürücü mexanizm hərəkəti elektrik mühərrikindən işləyən orqana ötürür. Bunlardan da deməli qayış ötürməsi vardı burada. Qayış ötürməsi də ötürücü mexanizm kimi tikiş maşında, burğu dəzgahında, torna dəzgahlarında istifadə olunur. Bu qayış ötürməsidir. Qayış ötürməsi də 2 qasnaqdan ibarət. Baxın, bu bir növ rezin kimidir. Sadəcə o qədər qalın bir rezindir ki, həm də içərisində belə saplar var. Yəni, o qayış bir müddətdən sonra yeyilə bilir. Onu deyim ki, fırlanır. Fırlama nəticəsində bir müddətdən sonra yeyilib, deməli, yeyilib çıxa bilir. Fırlanma hərəkətini böyük məsafələr ötürmək üçün yastı qayış keçirilmiş 2 qasnaqdan ibarət qayış ötürməsindən istifadə olunur. Mən sizə qayış ötürməsini göstərim burada. Qayış ötürməsi, bax, budur. 2 qasnaqda, bax, bulardır. Üstündəki də qayış ötürməsidir. Bax, bu dairəvi olan da qayış ötürməsidir. Daha sonra indi isə keçirik digər ötürücülərə. Ötürücülər də ki, dedik ki, qayış ötürülməsindən istifadə olunur. Tikiş maşınında, burğu dəzgahında, torna dəzgahında, əl və elektrik drellərində dişli ötürmədən istifadə olunur. Velosipeddə zəncir ötürməsindən istifadə olunur. Dülgər verstakında və yaxud da xarat verstakın sıxacılarında, ətçəkən maşında vintli mexanizmindən istifadə olunur. Bunları mütləq əzbər bilməlisiniz. Dəzgahlarda da dişli tamasalı ötürmələrdən istifadə olunur. Daha sonra burada şpindeldən qasnaq da var. Qasnaq ötürücü qayışa hərəkət verən xüsusi çarxdır. Şpindel də poladdan hazırlanmış valdır
və həmin deməli şpindelin sağ ucunda dəyişdirilə bilən patrona bərkidilən xüsusi yiv var. Daha sonra keçirik qasnağa. Qasnağın diametri əgər eyni deyilsə, onda olan hərəkət ötürmə prosesdə qasnağın fırlanma tezliyi də dəyişəcək. Və fırlanmanın, yəni hərəkətin çoxalma və azalmasını göstərən rəqəm də ötürmə nisbəti adlanır. Aparılan qasnağın diametrini aparan qasnağın diametri ilə nisbəti də ötürmə ədədi adlanır. Və i hərfi ilə işarə olunur. Hesablama düsturu da var burada. I bərabərdir. N1 bölək N2 bərabərdir D2 bölək D1. Burada N1'lər nədir? N2'lər nədir? D2, D1'lər nədir? 1'lər aparandı, 2'lər aparılandı. N1 aparan qasnağın dövrlər sayıdır. N2 də aparan qasnağın. D1 aparan qasnağın diametridir. D2 də aparılan qasnağın. Bir diametri, bir də dövrlər sayıdır. D diametridir, N də dövrlər sayıdır.